Dörd bürcülə dostluq edin. Bu dörd bürc hansıdır? Mən özüm də bəzən bürcülərlə bağlı nələrsə rast gələndə oxuyuram, həzm edirəm. Hələ dostlarıma da tövsiyə edirəm ki, filan bürc daha yaxşıdır, filan bürc qorxuludur, təhlükəlidir, onunla dostluqda uzaqlaş. Amma deyir ki, dostluq deyəndə ilk ağla gələn dörd bürc var. Onlarla dostluq edin. Bunlar hansıdır? Oğlaq bürcü, qız bürcü, oxatan bürcü, dolça bürcü. Düzdür, mənim qız bürcündən olan dostlarım var. Doğrudan da onlara güvənmək olar. Güvənməli insandırlar, yaxşı dostlardır. Mən təəssüflənirəm ki, burada tərəzi bürcü yoxdur. Mən ki, tərəzi bürcüyəm. Mən ki, pis dost deyiləm. Mən ki, yaxşı dostam. Niyə görə burada yoxdur bu bürcülər? Tərəzi bürcü, bəli. Astrologiyaya görə 4 bürc var ki, süni davranışlardan uzaq, etibarlı və səmimi dostlar olaraq tanınırlar. Onlarla qurulacaq dostluqlar həyatınızın ən dəyərli və güvənli əlaqələrindən biri ola bilər. Buna bağlı müsavat.com deyib və 4 bürcü təqdim edib. Mən inanmıram, oğlaq bürcü torpaq ünsürüdür. Digər torpaq ünsürünün digər nümayəndəsi qız bürcüdür. Od ünsürünə aid olan oxatandır. Hava ünsürlü, yəni dolça bürcüdür. Yəni deyirlər, tövsiyə edirlər ki, bu bürcülərlə dostluq edin, bunlar daha etibarlıdır. Buğalar hardasınız, tərəzi bürcü? Mən inanmıram, mən bu günləri təqsir verirəm ki, bu bürcülər haqqında deyilənlər həqiqətləri əks etdirmir, az əks etdirir.